Kaş onu elə o vaxtlardakı nailiyyətlərinə görə qiymətləndirəydilər və hamı da onu Vaqif Mustafazadənin Sevil qrupunda oxuyan qız, filmlərdə baş rollarda oynayan qız, Rafael Dadaşovun həyat yoldaşı kimi tanıyaydı. Təəssüf ki, belə olmadı. Türkiyədə evlilik proqramına çıxmağı, evli kişi ilə eşq yaşaması və ondan övlad dünyaya gətirməsini deməyi ilə yadda qaldı. Bu adam sənətçilər ailəsində doğulan Brilliant Dadaşovanın bacısı, Rafael Dadaşovun həyat yoldaşı Sədaqət Dadaşovadır. Dadaşova Sədaqət Süleyman qızı 1952-ci ildə Bakıda sənətçilər ailəsində doğulub. Onlar ailədə 4 bacı olublar. Anası məşhur qarmon ifaçısı Qızxanım Dadaşova olub. Atası Süleyman Dadaşov tanınmış piano ifaçısı, əmisi xalq artisti Məlik Dadaşov isə hamımızın tanıdığı aktyor idi. Abbasqulu bəyin nazı ilə çox oynayır ya, Kərbəlayı. Sədaqətin 15 yaşı olanda anası avtomobil qəzasına düşərək həlak olur. Aktyorluq sənətinə uşaqlıqdan maraq duyan Sədaqət səhnəyə müğənni kimi çıxır. O, Sevil instrumental ansamblının solisti olub. Sədaqətin ifasında Ay dostlarım, gəlin mahnısı daha çox populyarlıq qazanıb. Sənədlərini İncəsənət İnstitutuna verən Sədaqət ora qəbul olur. İnstitut illərində əmisi oğlu Rəfail ilə bir-birini sevirlər. Ancaq onların ailə qurmasına nə Sədaqətin atası Süleyman kişi, nə də əmisi Məlik Dadaşov razı olur. Səbəb isə həm Rafael Dadaşovun, həm də Sədaqətin həddindən artıq ərköyün və inadkar olması idi. Ancaq onlar elə inadkar olaraq heç kimi dinləmir və ailə qururlar. Bu evlilikdən onların Emil, Leyla və Səidə adlı övladları doğulur. Həmin ərəfədə aktrisa Rafael Dadaşovla birgə Polkovnik Şaber Səni Axtarıram tamaşalarına çəkilir. 1987-ci ildə ekranlaşdırılan Yaşıl Eynəkli Adam televiziya tamaşasında isə aktrisa Yaşar Nuri ilə tərəf müqabili olur. Ona ən böyük uğuru da həmin tamaşadakı Kazımın arvadı rolu və Kazım bay-bay istəmirsən replikası gətirir. Bu tamaşadan sonra aktrisa ekranlardan və səhnədən uzaqlaşır. Kazım, bay-bay istəmirsən? Bir müddət keçəndən sonra Sədaqət xanımla Rafail bəy arasında söz-söhbət başlanır. Bir-biri ilə yola getməyən cütlüyün ailə münasibəti hamını narahat edir. Daha sonra isə Sədaqət Dadaşova həyat yoldaşından ayrılır. Sədaqət xanım başqa bəylə ailə həyatı qurur. Cütlük boşandıqdan sonra Rafael Dadaşov övladlarının tərbiyəsi və baxımı ilə özü məşğul olur. İkinci dəfə heç vaxt ailə qurmur. Həqiqi sevgi insanın həyatında bir dəfə olur, deyir. Mənim də bir sevgim olub, sonuna qədər də bu sevgiyə sadiq qalmışam. Aktyorun yaxın dostu faytonçu Nazim, xalq artisti Rafael Dadaşovu müsahibələrinin birində belə xatırlayır. Bir dəfə ona sual verdim ki, bu qədər istirablı məhəbbət şeirləri yazırsınız. Yəqin ki, ünvansız olmaz. Kimə ünvanlanır? Cavab verdi ki, Sədaqət xanıma. Dünyasını dəyişənə kimi o xanımı sevdi. Sədaqət Dadaşova 64 yaşında Türkiyənin məşhur evlilik proqramı olan Zühal Topal'la izdivac proqramına Oktay adlı bəy üçün namizəd olaraq qatılır. Oktay bəylə razılığa gələ bilməyən aktrisa verilişdə qalaraq iştirakını davam etdirir. Daha sonra isə qalmaqallı hadisələr baş verir. Verilişə zəng edən Asif adlı kişi Sədaqətlə 27 il bundan əvvəl eşq yaşadığını bildirir. Kişinin canlı yayıma zəng vurmasına əsəbləşən Dadaşova etiraflar edir. O, həmin kişidən bir övladının dünyaya gəldiyini bildirir. Onunla 7 il eşq yaşadıq. Ailəli idi, övladları da var idi. Mənə dedi ki, uşaq dünyaya gətir, səndən evlənim. Mən də uşaq dünyaya gətirdim. Amma sözündə durmadı. 4 övladım var. Onlardan biri həmin kişidəndir. Digər 3 övladımın atası isə əmim oğludur. Bizim aramızda hər şey bitib. Yəni söhbət əmim oğlundan gedir. Sədaqət Dadaşova verilişin növbəti buraxılışında isə dediklərini inkar edərək
Türkiyə türkçəsini yaxşı bilmədiyi üçün insanlar tərəfindən yanlış başa düşüldüyünü deyir. O, hər iki ölkənin gündəmini zəbt edən həmin sözlərinə bu cür aydınlıq gətirir. Deyir ki, türk dilini yaxşı bilmədiyim üçün məni dediklərimi yanlış başa düşdülər. Buradan bütün dostlarıma söyləmək istəyirəm ki, mənim 4 övladım var və hamısı bir ata-anadandır. Proqramda qonaq olmasının və orada baş verənlərin iki ölkədə də səs doğurması mətbuatda bir müddət danışılır. Bu barədə onun bacısı Brilliant Dadaşovaya sual verəndə o belə münasibət bildirir. Sədaqət xanım əmimiz oğlu Rafael Dadaşovla artıq 15 ildir ki ayrılıb. Ailə qurmaq, özünə həmdəm axtarmaq onun da haqqıdır. Burada qəbahətli nəsə axtarmağa lüzum görmürəm. Onlar həyat yoldaşı kimi ayrılıblar, amma dost kimi qalıblar. Həmişə yan-yanadılar. Yəni ər-arvad kimi ayrılsalar da əmioğlu, əmiqızı olaraq qalırlar. Sədaqət Dadaşova Vaqif Mustafazadənin Sevil ansamblında 4 il çıxış edib. Bizim küçənin oğlanları, ömrün səhifələri, çarvadarların izi ilə Yaşıl eynəkli adam, 7 oğuldan biri və başqa filmlərdə rol alıb. Şirin şirin, özü şirin, dünü şirin. Arası şirin şirin, özü şirin, dünü şirin. Aktrisanın digər övladları ilə münasibəti yaxşı olsa da, qızı müğənni Səidə Dadaşova ilə küslüdülər. Səidə özü də atasının ölümündən sonra anası ilə da ciddi problemlərin olduğunu dilə gətirərək deyir. Çoxdan anasızlar sırasındayam. Mən anam ola-ola o sıraya qatılmışam. Mənim atam da, anam da atam olub. Adamı dünyaya gətirməklə deyil ki, eləsi var ki, uşağı dünyaya gətirib, amma balasından xəbəri yoxdur. Onu böyüdən valideyn sayılıb. Məni boya başa çatdıran da, ayaqda saxlayan da atamdır. Dünyaya gətirəni danmıram, amma anam var, danmıram. Allah canını sağ eləsin. Heç kimi danmıram. Hamının canı sağ olsun özü üçün. Milyonların, qadınların sevimlisi olan atam xoşbəxt olmadı. Bir qadını o cür sevdi, amma tək qaldı. Onu sevmədilər, istəmədilər. Onun qədrini bilmədilər. Atam ömür boyu özünü ailəsinə həsr elədi. Ailəmiz dağılmadı. Pərdə arxasındakıları bilmirsiniz. Bu ailə dağılmamalıydı. Biri var dağıldı, bir də var dağıtdılar. Sədaqət Dadaşovanın evlilik proqramına çıxması keçmiş həyat yoldaşı Rafael Dadaşovun da münasibəti birmənalı olmamışdı. O, bu barədə açıqlamada deyirdi. O boyda tanınmış Brilliant adlı bacısı var. Ona zəng edin. Məndən niyə soruşursunuz? Mən Sədaqətin əmisi oğluyam. Evlilik proqramına qatılması barədə niyə mən danışmalıyam? Bu barədə bacısı danışsın. Onu Türkiyəyə bacısı göndərib. Bütün bu səsküyün, qınağın içindən ən diqqət çəkən məqam isə Sədaqət Dadaşovanın sonda dediyi bu cümlələrdir. Ay mənim dostlarım, əzizlərim, gördüyünüz kimi bir günün içində gündəmə gəlib Azərbaycanın önəmli mövzusuna çevrilmək üçün bir dəqiqəlik şou göstərmək yetərli oldu. İllərimi sənətə verdim, amma görünür ki, sənət heç kimə maraqlı deyil. Çoxu qalmaqal axtarışındadır. İndi sübut etdim ki, ölkəmizdə bir-iki kəlmə sözlə gündəmi zəbt eləmək, su içmək qədər asandır. Çox təəssüf ki, həmin cümlələr həqiqət oldu və bu həqiqət varkən şou əhlini qınamaqda da haqlı deyilik.